Uşaq cərrahiyyəsi eyni zamanda dalaq xəstəlikləri ilə də məşğul olur. Uşaqlarda cərrahi dalaq xəstəliklərinin ən çox səbəbləri arasında dalaq travmaları göstərilir. Bilirik ki, dalaq travmaya açıq bir orqandır və qarının künd travmalarında ilk zədələnən orqanlardan biri dalaqdır. Buradan qeyd etmək istəyirik ki, dalaq zədələnmələrində müasir təbabətdə hər dalaq yaralanmasını cərrahi olaraq çıxartmırıq, yəni dalağı çıxartmırıq. Reanimasiya şəraitində və bəzən hətta servis şərtlərində belə dalaq travmalarını cərrahi olmadan müalicə edə bilirik. Dalağın cərrahiyyəsinə də məruz qalacaq patologiyalar mövcuddur. Dalaq cərrahiyyəsinin əsas patologiyası uşaqlarda exnokok kistaları, dalağın bəsik kistaları və kitlələri və qan xəstəlikləridir. Bəzi hallarda isə dalaq travmaları çox şiddətli olduğu zaman splenektomi dediyimiz dalağın çıxarması əməliyyatına gedirik. Ancaq çox hallarda dalaq travmalarını cərrahi olmadan, əməliyyat etmədən müalicə edə bilirik.